Səhər saatı. Sabahınız xeyir dəyərli dostlar, dəyərli dinləyicilər, eləcə də izləyicilər. Mən Xanlar Medyevin təqdimatında Səhər Saatı proqramını dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz sosial şəbəkələrdən, Facebookdan və YouTubedan. CBC FM Azərbaycan yazmaqla bugün çox maraqlı qonağımız var. Məntiq müəllimidir və bir neçə suallarım da var. Amma əsasən yüksəliş müsabiqəsindən danışacağıq. Ümumiyyətlə imtahanlar hazırlaşmaq olarmı, olmazmı, necə hazırlaşmaq olar? Məntiqimizə əsaslanaraq mı cavab verməliyik suallara? Elə məntiq müəllimi Elcan Bəşər Zamanla biz həm söhbət olacağıq. Sabahınız xeyir Elcan. Salam, hər vaxtınız xeyir olsun. Mən də sizi də, izləyicilərimizi də, dinləyicilərimizi də, hər kəsi salamlayıram, xoş gün arzulayıram. Necəsiniz? Çox sağ olun, yaxşıyam, minnətdaram. Məntiqimizi necə işlətmək lazımdır? İlk olaraq o sual verim. Çünki bəzən görürsünüz ki, insanın məntiqi riyaziyyat yönümlü deyil, amma başı hər şey işləyir. Məntiqi də var. Sadəcə o misalları həll edə bilir. Bəli, belə deyim, məntiq düzdür. Müəyyən qədər testlər işləməklə, müəyyən materiallarla artırmaq müəyyən qədər mümkündür. Mən belə bir misal çəkmək istəyirdim. Deməli, dahi Yunan alimi, filosof Aristotel demişdi ki, logiki nous anthropos uparhi ohi. Məntiq insanda ya var ya yox. Amma Aristotelin müəllimi Platon demişdi ki, bir çerdist esas logiki, məntiqinizi inkişaf etdirin. Demək ki, inkişaf etdirmək mümkündür. Yəni onun müəllimi belə deyibsə, demək ki, Aristotelin müəllimi Platon bunu bildiribsə, demək ki, mümkündür. Mümkün. Yaxşı, biz məntiqimizi necə inkişaf elətdirməliyik? Tutalım ki, mənim elə özümdən götürüm. Mənim riyaziyyatım zəifdir. Yəni həqiqətən doğrudan da zəifdir. Heç vaxt da riyaziyyatla barışmamışam, amma ta o vaxta qədər ki, o sinus, tangens, katangens gəlinə qədər mən riyaziyyatı sevirdim. Ondan sonra artıq düşmən olduq ondan və ondan sonra da yəni heç üstünə düşmədim və məntiqi suallarda ümumilikdə ümumi hesablayanda vəziyyəti dəyərləndirmək məntiqi cəhətdən çox yaxşıdır. Amma ki, o suallara gələndə mən donub qalırım. Bəli, belə deyim. Normalda məntiq əsasən iki yerə bölünür. Biri fəlsəfi məntiqdir. Bir də riyazi, bizim bildiyimiz riyazi məntiqdir. Əslində riyazi məntiq deyilir, amma bunun tərkibində şəkil məntiqi də var, söz məntiqi də var. Bunları düzdür. Bu məntiq testlərini əsasən bu sadaladığım riyazi məntiq suallarını bu əksər imtahanlarda görə bilərsiniz. Magistratura imtahanında, dövlət qulluğu, vergi imtahanı, gömrük hər yerdə ümumiyyətlə yüksəlişin özündə belə bəli yer alır və bu tip məntiqləri artıq daha yaxşı işləmək üçün oxşar tiplərlə məşğul olmaq lazımdır. Oxşar tipləri işlədikcə, yəni bunu bizim məntiqlə məşğul olan izləyicilərimiz də yəqin ki, təsdiqləyər dinləyicilərimiz ki, artıq nümunələr işlədikcə yavaş-yavaş bu müəyyən qədər asandan başlamalıyıq. Asandan başlayıb bəli, çətinə doğru yavaş-yavaş inkişaf etmək. Özümüz inkişaf elətdirə bilərikmi, yoxsa mütləq müəllim lazımdır? Yox, özümüz də inkişaf etdirə bilərik, amma əksəriyyət müəllimə ehtiyac duyur. Bəli. Bizim vaxtımızda da, biz özümüz hazırlaşan vaxtları da var idi. Məsələn, əksəriyyətimiz düzdür. Hazırlıq kurslarına, fərdi müəllimlərin yanına gedirdik, amma sırf özü oturub belə deyim, sosial şəbəkələrdəki videolardan, köməkçi dərs videolarından, sonra izahlı kitablardan istifadə edərək hazırlaşanlar da var idi, amma əksəriyyətimiz düzdür, hazırlıq kurslarına qoşulmuşduq. Hazır kurslar. Məntiq bizim üçün belə deyim, yeni bir şey idi. Bizim vaxtımızda keçilmirdi məktəbdə məntiq fənni. Bəli, biz universitet illərindən sonra gördük. Biz ən az 11 il gec başlamışıq. 11-0 gec başlamışıq. Bəli. Yaxşı. Yüksəliş müsabiqəsini hazırlaşdırırsınız. Mənə maraqlı olan odur ki, oradakı məntiqi suallarla magistr imtahanı məntiqi sualı və yaxud da digər elə məntiq dərslərinin sualı eynidirmi, fərqi nədir? Aha, belə bir şey deyim. Deməli 17 və 18 mayda yüksəliş müsabiqəsində əyani mərhələ deyə bir mərhələ keçiriləcək, imtahan prosesi baş tutacaq. Burada ümumilikdə buna həmçinin qabiliyyət imtahanı da deyirlər. Biz öz aramızda məntiq adlandırırıq bu imtahanı, məntiq imtahanı. 3 bölmədən ibarətdir. Biri verbal məntiq, yəni mətnlərlə işləyirsiniz burada. Və bu artıq magistraturanın, dövlət qulluğunun mətnlərindən fərqlənir. Orada məsələn klassik bilirik ki, məsələn mətni verir, deyir filan kəs. Bunlardan biri həkimdir, biri müəllimdir, biri professor, nə bilim, mühəndisdir. Uyğunlaşdırırıq kimdir sonda. Amma burada mətnlər müəyyən qədər fərqlənir. Mətni verir bütöv iri bir mətn. Məsələn, Mark Twain mətni. Ötən il istifadə olunmuş mətnlərdəndir.
Hə, sonra da mətni oxumalısınız 2 dəqiqə ərzində. Sonra da sizə mətnə uyğun 5 sual verir. Hər suala da 2 dəqiqə vaxt verirlər ki, mətnə bax, cavabla. Və bu dediyim kimi müəyyən qədər fərqlənir. Burada mütləq doğru fikri seçməlisiniz, mütləq yanlış fikri və s. Bundan başqa rəqəmsal bölmə də fərqlənir. Düzdür, magistratura dövlət qulluğunun məntiqində qrafiklər və diaqramlara aid 1 dənə, 2 dənə sual olur və sadə formada. Amma burada belə deyim, heç olmasa bir 15-16 dənə rəqəmsal diaqram, iri diaqram yer alır ki, hesablanması mən deyərdim çox çətindir. Düzdür, ötən il rəqəmsal bölmədə 25 sual var idi. Onlardan hardasa 7-8 dənəsi oxşar idi. Digər qəbullarda, yəni belə deyək, magistratura qəbulunda və s. istifadə olunan sualların oxşar idi, amma yerdə qalan 15-16 diaqram, rəqəmsal bölmədə olan diaqramlar çox çətin hesab olunurdu. Hesablanması xeyli vaxt alır. Kalkulatorsuz mümkün, hesablayıcı olmadan mümkün deyil. Düzdür, imtahanda təqdim edirlər. Kalkulator. Bəli, təqdim olunur. Və dediyim kimi bir neçə mərhələli hesablamalar olur və bunu da ilk dəfə imtahana gedən, ilk dəfə qoşulan adamın eləməyi, yəni o cür hesablamaları düzdür. Gedişatı bilsəniz ki, məsələn, orada deyir ki, 2013-cü ildə neft emal zavodunu tutaq ki, deyirəm, 120 milyon ton neft emal edibdi. Bu verilir, digər verilənlərdə. Bu 2010-cu ilin nəticəsindən neçə faiz çoxdur. Riyaziyyatı daha yaxşı oxumuş adam bilir ki, hə, bu bundan neçə faiz çoxdur deyəndə hansında dan-dən şəkilçisi varsa onu götürürük 100%. Digərini də x% götürürük, 100-dən necə o yan bu yan olsa onu müəyyən edirik. Amma bunu ilk dəfə müraciət edən adam və bilirik ki, yüksəliş müsabiqəsinə hər sahədə müraciət edirlər. Müəllimlər, həkimlər, bank işçiləri və s. sektorlardan. Təsəvvür edin, ilk dəfə imtahana gedirlər və belə diaqramlar görürlər. Bunun üçün bəli, hazırlığa müəyyən qədər ehtiyac var. Heç olmasa sual tipləri ilə tanış olmaq üçün. Maraqlı bir məqam da ondan ibarət idi ki, bu yüksəlişin suallarını o vaxtdan tapmaq olmurdu. Mən bilirdim ki, çox çətin idi. Hətta hazırlıqlar belə yox idi. Və bəzən müəllimlər deyirdi ki, biz hazırlaşdırırıq və hazırlaşdıran müəllimlərin tələbələri də gedirdi kəsiləndən sonra artıq gəlirdilər, deyirdilər ki, ay müəllim, bəs nə oldu? Bunu hazırlaşdırırsınız. İndi vəziyyət necədir? Yəni o sualları biz köhnələrə əsasən mi götürdük, yoxsa ki özümüzmü təxmin edirik? Yoxsa ki onun bir üslubu var? Mən bilirəm ki, o suallar Kanadanın universitetlərinin yəni bazasından götürülür. Yəni bəli, belə bir şey deyim, düzdür. Suallar açıq şəkildə paylaşılmasına, sosial şəbəkələrdə yayılmasına icazə yoxdur. Sadəcə belə bir şey deyim. Düz icazə yoxdur, amma imtahandan 3-4 gün sonra yüksəliş bunu şəxsi kabinetdə onsuz da həmin sualları çap eləyir, yəni göstərir. Onu düzdür, skrin edib götürənlər də var, ekran kaydı alırlar və s. Sonra Ctrl+P ilə hətta PDF kimi çap eləmək də mümkündür. Yəni bunu əgər bu icazəni verirsinizsə, yəni onu yaymaq olmaz, götürmək olmaz suallar bu qədər. Onsuz da özləri də bilir ki, bunu paylaşırlarsa, deməli açıqdır bu. Amma əvvəl daha belə sərt idi. Bəli, 2021-ci ilin suallarını demək olar ki, yəni ilk yüksəliş müsabiqəsinin suallarını tapmaq mümkün deyil. Biz belə əldə edə bilmirik. Amma 2022-ci ildən bu yana olan qəbul sualları, sınaq sualları hər biri bəli var, mövcuddur. Hətta nümunə olaraq görürük. Bəli, nümunə olaraq və hazırlıq prosesi də həmin o sualların əsasında, həmçinin oxşar sualların yer aldığı, məsələn, Dövlət İmtahan Mərkəzinin 2023-də və 24-də çap etdiyi kitablar var. Hansı ki, orada elə 2024-cü ildə Dövlət Qulluğu üçün çap olunmuş kitabında 70 dənə diaqram yer alır. Elə bu rəqəmsal bölməyə aid. Abstrakt bölməyə aid bir xeyli sual yer alır. Məsələn, 67-ci, 130-cu suallar aralığı demək olar ki, yüksəlişin abstrakt bölməsinin qəbul suallarıdır. Çap olunub da artıq demək olar ictimaiyyət, yəni belə müəllimlə, repetitorla hazırlaşmasa belə, dibin kitabını əldə edərək oxşar sualları orada görə bilər. Oxşar sualları orada görə bilər. Bəli. Siz bəs hazırlığı necə keçirsiniz? Ancaq eyni suallar üzərində işləməkmi, yoxsa ki özünüzün bazanız mı var? Belə deyim, biz düzdür, həmin qəbul suallarını canlı dərsdə, yəni canlı dərs deyərkən mən onlayn dərsi nəzərdə tuturam, göstəririk ki, bax belə bir şeylər düşmüşdü, söhbət aparırıq bu haqqda. Əlavə olaraq təbii ki, baza yaratmışıq. Bayaq qeyd etdiyim Dimin kitabından da, müxtəlif tədris mərkəzlərinin kitablarından da istifadə. Özümüzün hazırladığımız, məsələn, mənim ötən il verbal məlumatların təhlili ilə bağlı kitabım hazırlandı, belə deyim, nəşrə verdik. Ümumilikdə 50 mətn yer alır orada. Bəli, hər birinə aid 3, 4, 5 sual var. Belə deyim, vəsaitlər tərtib edirik, hazırlayırıq, həmçinin əldə olan vəsaitləri də istifadə edirik, bəli. Oradan istifadə olunur. Təxminən nə qədər vaxt lazımdır? Misal üçün də mən gəldim sıfıram, gəldim deyirəm ki, bu il yüksəlişə mən qatılacağam. Bəli.
O mərhələdən keçmək üçün Belə mənə deyim, mənə sentyabrdan bəri, ötən ilin 2024-cü ilin sentyabrından bəri müraciətlər olurdu yüksəlişə hazırlıqla bağlı. Bazası çox zəif olan, həmçinin riyaziyyatla yaxından uzaqdan əlaqəsi olmayan yoldaşlar dekabrdan, yanvardan hazırlıqlara başladılar. Bizim qruplarımız start götürdü. Amma belə deyim, əsas kütlə mart ayından başladı hazırlıqlara. Artıq Yəni 2 ay yarım kifayət eləyir. Biz proqramı bitiririk, bir də təkrar gedirik üzərindən, sonra da oxşar sınaqlar, qəbul sualları və s. bunlara baxırıq. Həmçinin sırf bu 8 dərs bizim indi may ayında, may ayının 1-dən etibarən imtahana qədər həftədə 3 dəfə, 4 dəfə olmaqla 8 intensiv dərs təşkil edəcəyik ki, bütün proqramı tədris eləyib bu 8 dərs ərzində. Düzdür, 8 dərs rəsmi olaraq qeyd olunur, amma bizim həftə sonları, şənbə və bazar günləri də əlavə dərslərimiz olur ki, proqramı bitirək, həmçinin sürətli şəkildə üstündən təkrar edək və bu formada. Ümumiyyətlə yüksəlişə hazırlaşmaq lap belə keçməsək belə bizə nə verəcək? Və tutalım ki, də kəsildim. Amma mənə nə verəcək o? Deməli, ilk öncə bunu biz müəyyən etmək üçün yüksəlişin nə olduğuna, mahiyyətinə nəzər salmalıyıq. Yüksəliş müsabiqəsi nəyə xidmət edir? Bu savadlı, idarəetmə bacarıqları olan, rəhbər vəzifədə çalışma perspektivi olan şəxsləri müəyyən edəcək bir müsabiqədir. Mahiyyəti budur ilk olaraq və belə deyim, ilk mərhələ adlanır ümumi biliklər mərhələsi. Burada Azərbaycanın coğrafiyasından, yəni bir blok Azərbaycan blokudur. Azərbaycanın coğrafiyasından, tarixindən, ədəbiyyatından, mədəniyyətindən suallar olur. Digər bir blok dünya blokudur və burada da eyni qaydada dünya barədə bu suallar yer alır. Sonra müasir trendlər və idarəetmənin əsasları. Deməli, baxın, bu 4 blok lap imtahandan kəsildiniz, amma bu blokda, bu mərhələdə imtahan vermək üçün siz coğrafiyamızı, ədəbiyyatımızı bir vərəqləməlisiniz, tariximizi. Bu dünya görüşümüzü Bəli. Kəsilsəniz belə, özümüzü inkişaf elətdik. Bəli. Yəni bir çoxumuzun bildiyi biliklər də onlar, amma unutduğumuz şeylər də var ki, yada salırıq onları ən azından imtahana hazırlıq prosesi kimi. Bunun faydası var. Sonra məntiq mərhələsi. Lap tutaq ki, yüksəliş müsabiqəsində bu məntiq mərhələsindən kəsildiniz, qabiliyyət mərhələsindən. Amma bu məntiq sizə gələcəkdə tutaq ki, verici orqanlarına qəbul imtahanında da eyni ilə verbal, rəqəmsal, abstrakt bölmələrdən həmin. Sonra üfüq müsabiqəsi, uğur yolu müsabiqəsi. Bunların hər birinin proqramında elə verbal, rəqəmsal, abstrakt bölmələr yer alır. Yəni bu müsabiqədən kəsilsəz belə artıq əldə etdiyiniz biliklər sizə sabah həmin müsabiqələrdə, həmin imtahanlarda faydalı olur. Həmin imtahanlarda faydalı olacaq. Ümumiyyətlə yüksəlişlə bağlı bitirək, daha sonra digər nələr hazırlaşdırırsınız, necə onlardan danışarıq. Və uğur qazanan tələbələr neçə ildə hazırlaşdırırsınız? Biz yüksəliş müsabiqəsinin 2-ci ilindən etibarən hazırlayırıq. Nə vaxt ki suallar. Bəli. Nə vaxt ki suallar. 2021-in təsəvvür edin, ilk dəfə keçirilir bu müsabiqə. Bəzən soruşur, belə absurd sual verirlər. Siz niyə birinci il bəs hazırlaşdırmamışdınız müəllim? Yəni məntiq nədir, mən nə bilim. Təbii, yəni bilinmir nə düşəcək axı. Həmin adamlar gəlib götürməyəsiz hazır. Çünki məntiq nə verilən suallar lazım. Bu məntiqsiz bir sualdır. Yəni sonra məsələn soruşurlar müəllim, sizin hazırlaşdırdığınız tələbə qalib olubmu? Deyirəm, yaxşı, bax mən məntiq mərhələsinə hazırlaşdırıram. Təsəvvür edin. Mənim mərhələmlə bax bu mayın 17-si və 18 imtahanlarını keçdi. Yaxşı, bunun növbəti idarəetmə bacarıqlarının imtahanı var. Yarım final var, final var. Yəni mənim hazırlamağımın o mərhələlərə bəs təsiri nədir ki? Məndən siz soruşa bilərsiniz ki, hazırladığınız tələbələrin belə deyək, müdafiələri. Həmin mərhələdə neçə faiz keçib? Yəni neçə faiz keçib? Bu sualı vermək lazımdır. Qalib olub. Məncə atın blok ollar. Bəli, elə şeylər olur. Çünki məntiq müəllimiyə o sualları vermək olmaz. Bəzən bəli, qəsdən cavab verirəm ki, heç bir tələbəm keçmir növbəti mənə, deyirəm qoy əl çəksin mənə. Əl çəkirlər, yox, təzədən yazırlar. Olur, yazanlar təzədən yazanlar olur. Müraciət edənlər çoxdur. Həddən artıq çoxdur. Məsələn, yüksəliş üçün çoxdur, yoxsa ki, sırf məntiqini inkişaf elətdirmək üçün çoxdur? Belə deyim, təxminən yarı-yarıya. Məsələn, bir çox şəxsdən mesaj gəlir ki, mənim yox, yüksəlişə düzdür, imtahanda iştirak eləyəcəm, amma hər bir halda məsələn bizim bu dünya görüşü imtahanlarının ümumi biliklə kəsilən iştirakçılarımız var ki,
Deyir müəllim, mən may ayında da hazırlığa davam eləmək istəyirəm. Deyirəm, bəs sizin nəticədə keçid balını 60 ballı toplamadınız. Deyir, yox müəllim, deyir, mən bu proqramı yəni keçmək istəyirəm, öyrənmək istəyirəm. Ki özləri də bilir, çox adam bilir ki, bu proqram digər imtahanların da əsasında durur. İmtahan tarixlərinə vaxtı 17-18. 17 və 18 may tarixində məntiq imtahanları, əyani imtahanları. İndidən başlasalar, yəni hansısa formada baza yığa bilərlər. Bəli, 8 dərsə biz tam şəkildə proqramı bitiririk. Neçə saatdır? Hər belə deyim, həftədə 3 dəfə nəzərdə tutmuşuq axşam saatlarında 19:30-da və 21:00-da 2 ardıcıl qrup var. Hansı uyğun olsa onu seçə bilərlər və 90 dəqiqə davam edir dərs. Yəni 90 dəqiqə həftədə 3 dəfə hazırlaşmaqla mən yüksəlişin məntiq mərhələsini keçə bilirəm. 60-70% bazaya belə deyim, yiyələnirsiniz. Aha. Bu da təbii ki, kifayət eləmir. Biz həmçinin həftə şənbə və bazar günləri, həftə sonları əlavə dərslər təşkil edirik. Əlavə. Bəli, möhkəmləndirici dərslər. Aha. Bəli. Yəni onlar keçir. Və yüksəliş yox idi. Aha. Amma siz var idiniz. Və məntiq keçirdiniz. Bəli. Hansı ixtisas üzrə, yoxsa universitet mi? Belə deyim, mən yoxsa riyaziyyat mı? Təhsil olaraq Dövlət İdarəçilik Akademiyasında oxumuşam. Həm magistraturanı, həm bakalavr səviyyəsini. Məntiqlə tanışdığım necə olubdu? Özümüz magistratura imtahanı verəndə gördüm ki, yəni bu mənim sahəmdir. Əsl mənim sahəmdir. Yəni mən bu işə girişə bilərəm. Və fikirləşirdim ki, məntiq müəllimi olmaq üçün əvvəl bunu fikirləşirdim ki, hər şeyi, məntiqə aid hər şeyi bilməlisiniz. Elə bir sual olmamalıdır ki, siz onu cevablaya bilməzsiniz. Mən belə fikirləşirəm. Və sonralar yox, bizim belə deyim, dərsin gedişatında bizim məntiq müəllimimiz dedi ki, mən dedi bizim öz vaxtımızda magistratura imtahanında 50 sualdan 37-sini yazmışam. Yaxşı yazdım. Yoxsa 39-unu mu? Yazdım. Hə, belə dedi, mən belə şok oldum ki, demək ki, hamısını bilmədən belə müəllim ola bilərmiş bir insan. Hə, mən də düzdür, öz magistratura imtahanımızda 50 sualdan 48-ni cavabladım, amma digər ikisini də düzdür. Bilirdim, yəni elə biləcəyim bir sual idi, amma öz diqqətsizliyimdən hələ də onu özümə bağışlaya bilmirəm ki, mən niyə onu 50-yə 50 yazmadım. Hə, bu formada 2017-ci ildən fəaliyyətə başlamışam. Bir neçə tədris mərkəzində, sonra şəxsi tədris mərkəzim olubdu. Hə, bax bu formada fəaliyyət göstəririk. Mənə həmişə maraqlı olub bu məntiq, amma heç vaxtda üstünə düşməmişəm açıq. Yəni bayaq o riyaziyyat məsələsinə toxunmaq istəyirəm. Yəni riyaziyyatı zəif olan insan məntiqdə güclü ola bilərmi? Olur, bəli. Çünki burada hansı hallarda tək rəqəmsal məntiq deyil, abstrakt şəkil məntiqi var. Verbal, yəni mətn məntiqi var. Və bu zaman təsəvvür eləyin ki, bizim vaxtı ikən 3-cü qrupa hazırlaşmış, humanitar bölməyə hazırlaşmış iştirakçılarımız olur ki, onlar verbal və abstrakt bölməni daha rahat işləyirlər, daha yüksək nəticə göstərirlər, rəqəmsaldan daha az. Amma riyaziyyatçı tələbələrimiz, riyaziyyatı daha yaxşı, rəqəmsaldan daha yaxşı nəticə göstərirlər, abstrakt şəkil məntiqində artıq zəif nəticə göstərirlər. Təsəvvür edirsiniz. O nədən qaynaqlanır? Bu artıq beyin yarımkürələrindən bağlıdır ki, yəni vaxtı ki müəllimlərimiz bizi düzgün işlətməyib. Yəni hazırda belə deyim, məktəblərdə artıq məntiq fənni tədris olunur. Şəkil məntiqi də, riyazi məntiq də, söz məntiqi də, mətn məntiqi də. Mənə elə gəlir ki, bu nəsil artıq gələcəkdə çətinlik çəkməyəcək. Məsələn, biz indiki nəsildən indi tədris olunur. İndiki nəsildən nədə geri qalırıq? Bax məntiq bizə tutalım ki, 1-ci sinifdən öyrədilsəydik. Aha. Biz 25 yaşında hansı yerdə olardıq? Biz belə deyim, ən azından yüksəliş müsabiqəsinin məntiq mərhələsindən uğurla keçərdik. Hazırda keçər. Bəli, ən azından. Və belə deyim, məntiq imtahanı bayaq sadaladım, magistraturada, dövlət qulluğunda, vergidə, gömrükdə, sabah qruplarında, hər yerdə üçün mən deyirəm. Formalaşması üçün yox, mən əslində deyərdim ki, bu rəqəmsal məntiq bizim sadəcə riyazi qabiliyyətimizi artırır. Şəkil məntiqi, yəni bu şeylər bizim bayaq dediyim fəlsəfi məntiq, yəni düşüncə məntiqi, mən məntiqlə düşünüm ki, bu şey belə olsaydı. Məsələn, belə bir şey var, deyir 1 + 1 nə vaxt 1 ola bilər? Yəni bu belə bəzən insanlara belə qəribə görünə bilər, amma 1 + 1 həqiqətən 1 ola bilər. Məsələn, bir damla su var. Bunun üzərinə bir damla da belə əlavə etsək, məsələn üzümüzü çeviririk, bir nəfər onun üzərinə bir damla su əlavə eləyir. Qayıdıb baxanda yenə görürük bir damla su var orada, amma daha iridir. Daha iri. Təsəvvür edin, 1 + 1 bərabərdir 1 həqiqətən də mümkündür. Və yaxud deyirəm ki, balaca bir qabda sudur.
İki ayrı balaca qabdır. Bunları məsələn baxıram ki, hə bir qab su əlavə edirəm daha böyük qaba, ikinci qabı da əlavə edirəm daha böyük qaba. Üzümü çevirəm, əlavə edirlər, geri baxıram, deyirəm yenə burada bir qab su var. Amma daha böyük qabda. Təsəvvür edirsiniz 1 + 1 bərabərdir 1 ola bilər. Bu amma biraz fəlsəfi düşünmək lazımdır. Bəli. İstisnalardır bunlar. Yəni Yaxşı o tip sual bizim verir. işlədiyimiz artıq bu şəkil məntiqidir, söz məntiqi, rəqəmsal məntiq. Bunlar müəyyən qədər bizə imtahanda faydalı ola bilər, yoxsa həyatda. Bəli, yox. Ən çətin sual hansı olub yüksəlişdə? Siz özünüz də həqiqətən də belə fikirləşmisiniz ki, iki cavab arasında qalmısınız. Demisiniz ki, bu hansı ola bilər? Bax belə deyim, abstrakt bölmədə bir sual tipi var. Həmçinin rəqəmsal bölmədə də hər il bir sual tipi olur. 6 bal. Orada belə deyim, suallar 2, 4, 6 ballıq suallara bölünürlər, asan, orta, çətin səviyyədə. Çətin suallar içində həmişə mütləq bir dənə 6 ballıq sual olur ki, bunu düzdür hesablaması da vaxt aparır. 6 ballıq suallar təbii ki, adi adam qabağına qoysa, bunu əvvəlcə məğzini başa düşmək, sonra hesablamalara aparır. Çünki orada milyonluq, milyardlıq hesablamalar var. Kalkulyatorla düzdür icra olunur, amma onu nəyə böləcəyinizi, nədən nəyi çıxmalı olduğunuzu və mərhələlər belə deyim 6-7 mərhələli hesablamalar olur. Bunlar hər il mütləq bir dənə, 2 dənə çox ağır sual olur. Çox ağır. Və mən belə deyim, ötən il təsəvvür eləyin, məntiq imtahanında mən düzdür iştirak etməmişdim müəyyən səbəblərdən. İştirak edən şəxslərdən də ölkə birincisi olan səhv eləmirəmsə 281 bal toplamışdı. O da başqa bir məntiq müəllimi idi, həmkarımız idi. Yəni 300 bal yığmaq mümkün deyil. Gördüyünüz kimi müəllim belə imtahanına, müəllimlər bir çox müəllimlər girir imtahana. Yəni maksimal 281 idi, səhv etmirəmsə. Olur, elə çox ağır, çox belə qəliz hesablanması, yəni mərhələsi sadəcə uzun. Məsələn, biz baxıb məğzini başa düşə bilərik. Bəli. Çünki orada rəqəmsal bölmədə hər suala standart 2 dəqiqədir. Asan suala da 2 dəqiqədir, çətin suala da 2 dəqiqədir. Sizcə məsələn nəyi dəyişmək olar daha faydalı olmaq üçün? Nəyi dəyişmək olar? Yəni bir müəllim kimi sadəcə təklif olaraq deyək. Bəli, mən qeyd edeyim ki, baxın dünya görüşü imtahanında, yəni ümumi biliklər imtahanında çox sadə suallarda yer alır. Nisbətən belə hamının bilməyəcəyi suallarda yer alır və keçid qoyulub 100-dən 60. Demək olar ki, biz indi prosesi izləyirik. Hər il təxminən iştirakçıların 1/3 hissəsi keçir növbəti mərhələyə. Yəni keçid də 100-dən 60-dır. Yəni 60% elə də yüksək bir bal da deyil, yəni. Bunun qarşılığında belə iştirakçıların 3/2 hissəsi kəsilir. Əyani mərhələdə bu qabiliyyət imtahanında və yaxud da məntiq imtahanında da sualları müəyyən qədər asanlaşdırsalar, bəli, yəni o cür ağır 6 ballıq riyazi diaqramlara həqiqətən ehtiyac yoxdur. Yaxşı, biraz asanlaşdırsaq sizcə ən yaxşıları seçmək çətin olmayacaq? Yox, təbii ki, bu bir mərhələli proses olsa siz deyəndir. Amma ümumi biliklər imtahanı, məntiq imtahanı, sonra idarə etmə bacarıqları imtahanı, yarım final, hətta biz yarım final və finaldan danışmadıq. Çox maraqlı bir prosesdir orada. Orada nə olacaq? Кейslər verilir, komandalara işlər olur, layihələr verilir. Təsəvvür edin, özünüzü qrup rəhbəri kimi, bir şirkət rəhbəri kimi təsəvvür edin, bu layihəni yerinə yetirməlisiniz. Ekspertlər dəyərləndirirlər orada komanda işini, kommunikasiyadan istifadəni, qərarlılığınızı, bəli, bunların hamısını dəyərləndirirlər. Ora necə hazırlaşmaq lazımdır? Ora belə deyim, orada əsas sizin həqiqətən rəhbərlik bacarığınız daxilində o şeylər varsa, özünü biruzə verəcək. Müəyyən qədər əvvəlki illərin yarım finalçıları, qalibləri, belə tanışlarınız varsa məsləhətləşə bilərsiniz. Bəxti gətirən sadəcə tanış olmalıdır. Yəni o prosesi indi biz müəyyən qədər izah edirik. Deyirik ki, filan şeylər olacaq. Onu canlı yaşayıb finala çıxmış adam, qalib olmuş adam, onu canlı yaşayıb bilir ki, mən necə davrandım orada. Bu şeyə yüksək bal verdilər. Yarım finalda. Bax o məsləhətlər canlı yaşamış adamlar və biz belə deyim, idarə etmə bacarıqları mərhələsindən keçən şəxslərdə iyunun 8-nə nəzərdə tutulub bu imtahanda məntiqdən sonra həmin iştirakçılarımızı yarım final adlayan yoldaşları əvvəlki illər yarım finalçı olmuş müdavilimlərimizlə onlayn görüşünü təşkil edirik ki, belə deyim, məsləhətlərini alsınlar onlardan ki, bəli, necə davranmalıyıq. Özünüz görüşlər təşkil edirsiniz, yəni hər bir şey. Bəli, onlayn görüş təşkil edirik, məsləhətlərini bölüşürlər, bəli. Onlar bölüşür. Ümumiyyətlə, sizcə liderliyi olan bir şəxs
mütləq şəkildə o abstrakt riyaziyyatdır. Yəni bu riyaziyyat Rəqəmsal, rəqəmsal, bəli. Və onları mütləq bilməlidirmi? Yoxsa ki, liderliyi olan bir şəxs olduğu şeylərdən bir qismi bunlardır. Bəli, bəli. Aha. Lider olmalı şəxsin təbii ki, riyazi hesablaması yaxşı olmalı. Mən niyə görə bu sualı verirəm? Bəzən düşünən insanlar olur ki, əşim mən onsuz da burada rəhbərəm, mən şöbə müdiriyəm, mən departament direktoruyam, mən tutalım ki, bu riyaziyyatın bu yönünü bilməsəm görən nə olacaq? Əşim mən onsuz keçəcəm də bunu. Yəni bu tip özünə arxayın olan insanlar var. Mən sadəcə ona görə o sualı verirəm. Bəli. Yəqin ki, siz də dəfələrlə eşitmişsiniz. Filan şirkətin mühasibi bu qədər şirkətə pul belə deyək də atdı. El dilində deyək. Yəni riyaziyyatı yaxşı olan bir adama ən azından təxmin edirsən ki, bu qədər mənim gəlirim var, bu qədər gedər məbləğ var. Yəni mənə qalan təxmini bu olmalıdır. Bunu hesablaya bilən adam, yəni mən təxmini deyirəm bu şeyləri, yəni dəqiq və dəqiq hesablaya da bilərsiniz. Yəni bu adamlara mühasibin kələk gəlməyi nisbətən çətin olur. Bəli, bəli. Yəni mütləq şəkildə riyaziyyatı bilməlisən. Bəli, bilməli olduğunuz sahələrdən biri riyaziyyatdır, bəli. Dünya görüşünüz yaxşı olmalıdır. Hər hansı bir mühitdə təbii ki, söhbət gedəndə bir nəfər tutaq ki, danışanda Naxçıvan Xan sarayından hansı ki, yüksəliş müsabiqəsində yer alıb belə bir mətin müəyyən məlumatınız orada hansı sual verilib o Naxçıvan Xan sarayından? Mətni verir, ona aid 5 sual var. Nə boyda mətndir təxminən? İndi insanlar fikirləşmək üçün tam 5 dəqiqə mən nə boyda mətn oxuyacağam? Əsasən 3 abzasdan ibarət olur mətnlər. Belə deyim. Təxminən 1 A4 vərəqidən? Yoxsa 1 A4-dən daha balaca nisbətən. Daha balaca. Bəli, bəli. Bir kitab vərəqinin A5-in bəli, A5-in bəli. 2 səhifəsi. 2 səhifəsi. Demək olar təxminən. Çünki balaca mətnlərdə olur, böyük mətnlərdə olur. Və bu mətnlər mən həmişə baxın bu mətnlərdən söhbət aparanda burada çox maraqlı bir mətn var. Zeigarnik effekti. Məsələn, iştirakçılarımıza deyirəm ki, lap tutaq siz yüksəlişdən kəsildiniz. Amma bax, yeminlə bu mətni, sırf bu mətni harda oxuyacaqdınız, necə oxuyacaqdınız? Təsəvvür edin Zeigarnik, mən özüm də 3 dəfə o mətni oxuyanda çox belə qəribə gəldi mənə. Təsəvvür edin Zeigarnik bu alim dostları ilə gedirlər restoranda otururlar və bunlara belə deyək, ofisiant qulluq eləyir. Sonra çıxırlar çölə birdən deyirlər geri qayıdaq. Görək ofisiant, yəni nə üçünsə geri qayıtmaq istəyirlər. Qayıdırlar, ofisiant baxır deyir sizi tanımıram. Deyir sizi tanımıram, bunlar qəribə olurlar ki, necə yəni tanımırsan bizi bayaqdan? Bu ofisiant qayıdır ki, deyir, mən deyir, hansı adamlardan ki hesabı almışam, onlar mənim hafizəmdən itir. Amma kimlər ki, hələ ki qulluq eləyirəm, hesabını verməyiblər, onlar mənim ömürlük yadımda qalır. Zeigarnik bu alim belə qəribə olur ki, yəni bu necə ola bilər? Sonra başlayır bunu araşdırmağa, təcrübə keçirirlər. Həqiqətən də müşahidə eləyir ki, Zeigarnik effektinin, yəni məğzi də budur ki, bitməmiş işlər sizin hafizənizdə yer alır və unutmursunuz siz onları. Bəli. Amma bitmiş işlər bir müddət sonra, bəzilərində qısa müddət, bəzilərində uzun müddət sonra yaddan çıxır gedir. Orada hansı suallar verilir? Mənə maraqlı gəldi bu. Orada məsələn aşağıda suallarda var idi. Birində deyir ki, doğru mülahizəni seçin. Məsələn, orada yazıb Zeigarnik və dostları hesabı ödəmişdilər. Mətndə o cümlə keçmir. Hesabı ödədilər ya yox. Amma biz onu məntiqlə düşünürük ki, adam deyir axı, bunlar geri qaydanda sizi deyir tanımıram. Səhv cavab verən də var. Təbii ki, təbii ki. Məncə elə kəsilməlidir. Məncə kəsilməlidir. Çox səhv nəzərə alaq ki, imtahanın müddəti çox qısa olur. Həyəcan, stres təbii ki. Bəli. Hətta belə bir Jane Austenlə bağlı mətn var. Onun Qürur və Qərəz əsərindən danışılır. Və aşağıda belə bir cümlə var sonlara yaxın. Deyir ki, Jane Austen Qürur və Qərəz əsərini deyir çap etdirəndə, onu anonim çap etdirdi, adını yazmadı. Sadəcə yazdı ki, bu əsərin müəllifi duyğu və həssaslıq kitabını yazan adamdır. Belə bir cümlə yazmışdı. Və aşağıda bir də cümlə yazılıb ki, deyir ki, Qürur və Qərəz əsərinin müəllifi deyir, bilinmədi, sonralar Jane Austen ölümündən sonra qardaşı açıqladı ki, kitabın müəllifi kimdir? Və aşağıda sual yazılıb, deyir ki, Jane Austenin Qürur və Qərəzdən başqa anonim kitabı yoxdur. Mətndə o haqda söhbət getmir və bizə 3 seçim verir. Doğru, yanlış və ya qiymətləndirilməsi mümkünsüz. Əksər yoldaşlarımız, hətta mən belə 2 dəfə sual göndərdim, qiymətləndirilməsi mümkünsüzdür. Yəni biz nə bilək başqa əsər. Qürur və Qərəzi bilirik anonim. Təsəvvür edin bunun açıqlaması necə? Əslində bu yanlış bir fikirdir. Çünki duyğu və həssaslıq da anonim çap olunubdur və bunu hardan bilirik? Hardan bilirik? Deyir Qürur və Qərəzə yazır ki, bu kitabın müəllifi duyğu və həssaslığın müəllifidir. Əgər
Duyğu və həssaslığın üstündə də bunun adı olsaydı, 19-cular bilərdi ki, hə, qürur qərəzi deməli onu yazan adamdır və qardaşının açıqlamağına ehtiyac olmazdı. Qardaşının açıqlamağına. Çox maraqlı. Çox maraqlı yanaşmadı. Bəli. Orada tək cavab verməlisən, yoxsa komanda şəklindədir bu? Tək. Bu mətnlərə bəli. Yaxşı, mətnlər bənzərdir yoxsa fərdi olaraq hər il yenilənir. Hətta ötən il eyni sual misal üçün oradakı iştirakçıların hamısına verilir. Bəli, eyni Bu sual. onlaynda yoxsa orada iştirak edirsiniz? Bu 17-18 may tarixində bəli, Dimin elektron imtahan binasında olacaq əyani imtahanda, məntiq imtahanında. Bəli, bu suallar yer alır. Hamısı əyani və orada da yəni kompüterlə verirsiniz o imtahanı. Aha, kompüterə yerində də artıq cavab bilinir ki, bu qədər. Bəli, balınız bilinir. Sadəcə növbəti mərhələyə keçib-keçməməyiniz test şkalasından yuxarıdan aşağı ballar düzülür. Müəyyən orada kriteriyalar var. Az adamın cavablandırdığı sual sizə əlavə ballar verir. Bəli, əlavə əmsallar gətirir. Bu formada ballar düzülür. Mən ən çox narazılığım, üzr istəyirəm, bu imtahanın prosesində, imtahan prosesində narazılığım nədəndir? Bəzi suallar var ki, bunu kompüter ekranında gəlir bu sual və baxıb cavablamaq mümkün deyil. Məcbur siz onu vərəqin üzərində çəkməlisiniz. Məsələn, ötən il Kakuro sualı düşmüşdü. Hansı ki, Yapon oyunlarına aid bir sualdır. Proqrama təzə əlavə olunmuş suallardandır. Əvvəllər dövlət qulunda istifadə olunub, amma magistraturada olmamışdı. İlk dəfə ötən il yüksəlişdə də istifadə etdilər və orada təsəvvür edin ki, sətirlərin sonunda sətirlər hamısı boşdur, sütunlar boşdur. Onun üçün ədədlər yazmaq lazımdır. 1-dən 9-a kimi ədədləri yazmalısınız, təkrarlamamaq şərti ilə sütunda və sətirdə. Cəmləri də sətrin sonunda, sütunun yuxarısında olan ədədlərə bərabər olmalıdır. Təsəvvür edin, bunu kompüter ekranda eləmək mümkündür. Yazmaq lazımdır, çəkmək lazımdır, vərəqə və doldurmalısınız. Və sadə qələmlə eləmək lazımdır bunu ki, bu ədədi verdiniz, ödəmədiniz, silib digər bir ədəd. Məsələn, 17 yazdınız. Deməli, verbal bölmədə hər mətni oxumaq üçün 2 dəqiqə, sonra sualları da cavablandırmaq üçün hər biri üçün 2 dəqiqə verilir. Verbal bölmə normal. Abstrakt bölmədə 20 sual üçün ümumi 20 dəqiqə vaxt verilir. Və hər suala 1 dəqiqə. Orada mən sizə belə deyim, yüksəlişin əməkdaşlarından belə deyim, biri ilə görüşüm mən, məsələn, sualın birini qoyum qabağına, məsələn, bu bağlantılar sualı var, şifahi eləmək mümkünatı yoxdur. 2024-dəki nisbətən asan idi, 2023-də olan bağlantı sualını eləmək 7-8 dəqiqədən tez, indi mən məsələn deyirəm, 1 dəqiqəyə bitirərəm, amma ilk dəfə görən təsəvvür eləyin ki, İndi bax, siz 1 dəqiqəyə bitirirsiniz, düzdürmü? Sizin kimi əməkdaşları axtarırlar onlar. Məsələ ondadır. Mənim kimi əməkdaşları axtarırlarsa, niyə bir ucqar yerdən bir tarix müəllimini, coğrafiya müəllimini də cəlb eləyirlər bura? Axı o bilmirəm, yox, çıxırlar. Məsələn, mən bilirəm ki, Gəncədən də qaliblər oldu, Lənkərandan da qaliblər oldu. Misal üçün, bölgələrdən də qaliblər var və yüksəlişin səhifəsinə də girib baxsanız görə bilərsiniz ki, artıq fərqli sahələrdə qaliblər var və bu çox sevindiricidir. Yəni həqiqətən çox sevindiricidir və inşallah ki, qaliblərin sayı daha da artacaq və sizin kimi müəllimlər də onları yetişdirəcək məntiq sahəsində. Çox təşəkkür edirəm sizə. Odur ki, mayın 17-si 18-nə qədər məntiqinizi daha da gücləndirin. Bəli. Çerdi istehsaslı getdim. Məntiqinizi inkişaf etdirin. Çox təşəkkür edirəm sizə. Mən də sizə təşəkkür edirəm. Dinləyicilərimizə də təşəkkür edirəm. Çox sağ olun. Səhər saatı isə bununla da yekunlaşır. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.